Türkiyəli dövlətlərin birliyinin yaradılması prosesində fəal iştirak edən Azərbaycanın xarici siyasətində bu ölkələrlə əməkdaşlıq mühüm istiqamətlərdən biridir. Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türk dilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun inkişaf etdiriləcək strateji xarakter alır. Mövzunu əməkdaşımız Südabət Cahangirlinin süjeti davam edir. Sahib olduğumuz eyni din, dil, qardaşlıq, dostluq, oxşar tarixlə yanaşı dünyada formalaşan geosiyasi proseslər, ortaq maraqlar yeni platformaların yaradılmasını zəruri edir. Bu baxımdan son zamanlar türk dilli ölkələr arasında münasibətlər yeni müstəviyə yüksəlib. Xüsusilə də Mərkəzi Asiya ölkələri ilə əlaqələrdəki dinamika göstərir ki, Azərbaycanla əməkdaşlığa maraq artır. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları, beynəlxalq şəbəkəyə inteqrasiya olunan mühüm nəqliyyat logistika infrastrukturu ilə şərqlə qərb arasında etibarlı qovşağa çevrilməkdədir. Ölkələrimizi birləşdirən orta dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, orta dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq. Türk dilli dövlətlərin münasibətlərinin möhkəmləndirilməsində Azərbaycanın yaxından iştirakı ilə yaradılan Türk Dövlətləri Təşkilatının mühüm rolu var. Qurum çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar açır. Azərbaycan isə şərqdən qərbədək uzanan coğrafiyada mərkəzi mövqeyə sahibdir. Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii, yəni doğal müttəfiqlər yerləşir. Və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz bu birliyi diktə edir. Əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Azərbaycanın sıx əməkdaşlıq etdiyi türk dilli ölkələrdən biri də Qırğız Respublikasıdır. İndiyədək iki ölkə arasında 74 sənəd imzalanıb. Əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ilin aprelində Qırğız Respublikasının prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı strateji tərəfdaşlıq haqqında bəyannamədə imzalanıb. Bugün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. 10 sənəd imzalanıb. Mən onların arasında ikisini, strateji tərəfdaşlıq haqqında bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında memorandumu xüsusi vurğulamaq istərdim. Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində Prezident İlham Əliyevin xidmətləri bu dövlətlər tərəfindən hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısına Türk dünyasının Ali Ordeninin təqdim edilməsi, həmçinin Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanın Ali Ordeni ilə təltif olunması, Prezident İlham Əliyevə beynəlxalq platformada verilən yüksək dəyərdir. Südabət Cahangirli, Rüstəm Mikayılzadə, Elnur Orucov, ASTV Xəbər.